Mənim gözəl xalqım, dəyərli millətim. Yolumuz Şəkiyədir. Şəkidə bir çarəsiz ailə var. İnşallah ki, gəlin onu birlikdə o ailəni sevindirəyin. Müəyyən imtiyazları var. Salam olsun Azərbaycanımızın qeyrətli və mərd insanlarına. Demək, Şəkidə belə bir ailəyə gəlmişik. Sizlərin köməyinə, sizlərin dəstəyinizlə. Xahiş edirəm, bir dənə bu ailəyə yüngül bir köməklik lazımdır. Sizin dəstəyiniz lazımdır. Köməklik eləyən pis vəziyyətdədirlər, pis durumdadırlar. Ən azından pis vəziyyətdən çıxa bilsinlər. O, bax, bu gördüyünüz balaca bir kümə də kirayədir. Buyur ana, dərdi, problemi denən xalqımız, millətimiz inşallah dəstək olacaq. Hal-hazırda mənim borcum var. 800 manat çatdı, qapıya deyirəm. Amma heç birini də verəm. Uşaqlar xəstədir, cavab deyir, mən istəyir, dərman almışam. Bu dəqiqə ərzaqlar, nədir, qohumumuz müyünə bizə çörək göndərir ki, ac qalmasın mənim uşaqlarım. Sizdən xahiş edeyim, yaxşı insanlar da bizə kömək olun, dəstək olun. Gəlin, gözəl millətim, dəyərli xalqım, bu ailəni müəyyən problemlərini həll edəyin, köməklik edəyin. YouTube və TikTokda xahiş edirəm, ən azından videonu bəyənin. Canlı yayında YouTube'da açılır. Gəlin canlı yayımımızda dəstək olalım.